Autizmli uşaqlarda oyuncaqlara nə qədər qarışmalıyıq? Bu sualı mənə çox valideynlər verir. Bunun cavabı isə sadədir. Nə uşağı tam öz halına buraxmaq doğrudur, nə də oyunu tam bizim idarə etməyimiz. Əgər uşaq oyuncağı fırladırsa, yan-yana düzürsə və təkrar eyni davranışları təkrar edirsə, bu zaman uşağı qoy oynasın deyib kənarda buraxa bilmərik və sən belə et, belə oyna deyərək uşağı oyundan soyutmaq doğru deyildir. Ən gözəli isə uşağın yanına oturmaq, onun seçdiyi oyuncağı götürmək, ona model olaraq oyunu sakitcə oynamaq lazımdır. Biraz göstərərək, biraz gözləyərək, eyni zamanda ona yenidən təqdim edərək, cəmi bir neçə addım əlavə edərək bir sözlə, bir səslə və bir baxışla uşaqla ünsiyyət qurmaq mümkündür. Burada məqsəd mükəmməl oyun öyrətmək deyil, məqsəd uşaqla bağ qurmaqdır. Çünki uşaq özünü rahat hiss etdikdə oyun öz-özünə dəyişməyə başlayır.